Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. Yeni adla davam elədiyimiz səhifəmizə xoş gəlmisiniz. Bugündən etibarən Coolers Madridistas olaraq yox, sırf olaraq FD Futbol olaraq qarşınızda olacağam. FD Futbol, yəni Fuad Futbol. Və bəzi dostlar, bəzi azarkeşlərimiz sual verir ki, sırf olaraq artıq kontent Barselonaya aid olacaq, yoxsa necə? Belə bir şey deyim, xeyr. Həm Barselonadan danışacağıq, həm Real Madriddən danışacağıq. Amma bir az üstünlüyü Barselona tərəfə verəcəyik. Çünki Barsa azarkeşiyəm və Barsadan daha çox danışmalıyım. Amma Real Madrid haqqında da danışılacaq. Real Madridin oyunları haqqında məlumat veriləcək, analizlər aparılacaq. Və belə dostlar, başlaya bilərik. Bu həftədə çox möhtəşəm oyunlar oldu, çox möhtəşəm nəticələrlə biz üzləşdik. Həm Barselona, həm də Real Madrid tərəfindən. Yəni danışılası çox mövzular var. Alvarezin penalti epizodundan, Vinicius'un penalti epizodundan, Barselona'nın La Ligada ləğv olunan maçından danışacağıq və digər mövzular haqqında. Başladıq. Dostlar, mövzuya ilk öncə Alvarezin qaçırtdığı penalti epizodundan danışmaq istəyirəm. Daha doğrusu qaçırtdığı deyil, yəni vurduğu qol oldu, sadəcə olaraq sayılmadı. Əslində mən bu podkastda, bu çıxışımda fizika kitabları ilə gəlmək istəyirdim. Yəni fiziki qanunları sübut eləməklə. Düzünü desəm, özüm belə güclü fizik olmamışam və məktəb vaxtlarından da bir o qədər də yaxşı fizika ilə maraqlanmamışam. Mən özüm humanitar fənlərə daha çox üstünlük vermişəm. Amma mənə görə sadə qanunlar var ki, əgər bir cisimmi deyim, nəsə başqa bir top olsun, okey, topun özü olsun, yəni sürətli şəkildə bir yerdən çıxırsa və istiqaməti düzdürsə və ona az da olsa belə toxunuş olursa, istiqamətini dəyişməlidir. Məntiqlə bu belə olmalıdır. Və dünənki bu epizodda, penalti epizodunda Polşalı hakim Varçinyak, adı belədir deyəsən, səhv eləmirəmsə, ümumiyyətlə oyunu yaxşı idarə eləmədi. Mən açıq danışacağam. Ümumiyyətlə oyunu yüksək səviyyədə idarə eləməyə bacarmadı. İlk növbədə Real Madridin əleyhinə penalti epizodunu vermədi. Diego Simeone üzr istəyirəm, oğlu Simeone'nin adını da bilmirəm. Əlinə top dəydi. O 100%'lıq penalti epizodu idi. Orada əl birləşiyi deyildi və yaxud digər bir hansısa, yəni başqa bir kosmik bir necə deyim, fərq yox idi ki, yəni buna sən penalti verməyəsən. Mən bilmirəm nəyə görə penalti vermədi. Yəni ümumiyyətlə Marçinyakın oyunu, yəni oyunu idarə etməsi sadəcə olaraq bərbad idi. Mən bu qədər deyə bilərəm. Vəsə. Ona ki qaldı Alvarezin penalti epizoduna. Mən əslində çox şey danışa bilərdim. Sadəcə olaraq bu gün bu çəkilişə gələndə Diego Simeone özü bildirdi ki, Alvarezlə bu haqda danışıb və Alvarez özü bildirib ki, mən zərbəni vuranda, bəli, top ayağıma 2 dəfə dəydi. Yəni mən sağ ayağımla zərbə endirəndə top az da olsa sol ayağıma toxundu. Və bu o deməkdir ki, artıq bu mövzu bitdi. Bu mövzu haqqında danışmaq lazım deyil və ehtiyac yoxdur. Çünki adam özü açıq-aşkar bildirdi ki, top ayağıma dəyib. Bu qədər sadə. Yəni bunu Alvarez özü də inkar eləsəydi, özü də desəydi ki, belə bir şey olmayıb, okey, biz burada hansısa mübahisələr edə bilərdik və bunu aydınlaşdıra bilərdik. Amma mən öz şəxsi fikrimi deyəcəm. Mən 1000 dənə rakursdan baxdım o epizoda. Yəni hər halda özünüz də baxmısınız. 1000 rakursdan baxdım. Mən orada toxunuş görmədim. Amma mənə bilirsiniz nə maraqlıdır? Daha doğrusu maraqlı deyil, sadəcə olaraq gülməlidir. Dünəndən bu günə kimi mən yüzlərlə futbol ekspertinin rəylərinə baxdım. Avropa olsun, Türkiyə olsun, Rusiya olsun, İspanların özü olsun. 40 ilin, 30 ilin futbol ekspertləri qayıdıb açıq-aşkar deyə bilmir ki, burada toxunuş var idi, yoxsa yox. Deyə bilmirlər. Heç kim bu iddianı öz üzərinə belə rahatlıqla götürə bilmir. Yəni bu məsuliyyəti üzərinə götürə bilmir. Doğrudan da bilinmir. Və burada açıq-aşkar fakt və sübut yoxdur ki, bu top dəydi və yaxud dəymədi. Alvarezin dediyi söz başqadır. Okey, deməli dəyib. Amma kameradan görsənmir bu.
Heç bir çəkilişdən, heç bir rakursdan bu görsənmir. Bizdə amma bəzi azarkeşlər, indi Real Madrid azarkeşlərinə səslənirəm mən, yaxşılarından iraq, yəni adekvatlarından iraq. Mən belə deyim, mən özüm Barselona azarkeşiyəm. Mənim dostlarımın demək olar 50-60%, 70% Real Madrid azarkeşləridir. Onların özündən soruşuram ki, sənin fikrin nədir bu barədə? Deyir Fuad, mən heç nə deyə bilmərəm sənə. Mən bilmirəm nə deyim. Doğrudan da bilmirəm nə deyim. Yəni adam qalır belə çaşbaş qalır bu epizodda. Heç kim buna açıq-aşkar cavab verə bilmir. Amma bəzi Real azarkeşləri var ki, qaqa siz korsuz. Qaqa siz futbola haravızla baxırsınız. Lazım olan yerimlə baxıram mən futbola. Ya sən bilmirəm, futbola ola bilər ki, başqa yerlə baxırsan qardaş, amma biz futbola lazım olan yerlə baxırıq. Yəni orada heç kim deyə bilməz ki, o ələ ayağa dəyib yoxsa dəyməyib. Amma siz elə iddia edirsiniz ki, elə bil ki, orada topu kameranı çəkən siz olmusunuz. Yəni operator siz olmusunuz, 100% görmüsünüz o epizodu. Yenə də təkrar edirəm, 40 ilin futbol ekspertləri dilin çıxarıb o sözü deməyə çəkinirlər ki, hə ya yox deyə bilmirlər. Deyir qardaş biz bilmirik. Doğrudan da qəliz epizoddur. Amma bir dənə Azərbaycanlı oturub çayçıda ya da pubda oturub qabağında pivə, nə bilim kola, hə, ayağına dəydi də görmürsən sən. Sən Real azarkeşisən deyənə bunu deyirsən. Əlbəttə ki, Real azarkeşi deyəcək dəydi, Atletico azarkeşi deyəcək dəymədi. Bunu 5 yaşlı uşaq da bilir dostum. Amma obyektiv ol. Heç nə görsənmir orada. Mən yenə də təkrar edirəm. Mən demirəm ki, dəymədi. Amma dəyib dəyməməyini biz görə bilmirik o epizodda. Görə bilmirik. Nəysə, bu haqqda danışmaq istəmirəm artıq. Məncə yetərincə qədər izah elədim. Real Madrid Çempionlar Liqasında Atletico Madrid üzərində penalti seriyasında qələbə qazanaraq 4-1 final mərhələsinə yüksəldi. Bununla Real Madrid azarkeşlərini təbrik edirəm. Səmimi qəlbdən təbrik edirəm. Deməyim ki, mən Real Madridə azarkeşlik edirdim dünənki oyunda. Sadəcə olaraq amma Real Madridin qələbə qazanmasını istəyirdim. Yəni azarkeşlik eləmək başqadır, istəmək başqadır. Sırf olaraq mən Realın növbəti mərhələyə keçməsini doğrudan da səmimi qəlbdən istəyirdim. Çünki Arsenal Real Madrid oyunu mənim üçün daha maraqlı olardı, nəinki Atletico Madrid Arsenal oyunu. Yəni mən bir necə deyim, sadə bir azarkeş olaraq, neytral azarkeş olaraq güclü komandanın qalib olmasını istədim və bu oyunda, bu dueldə, bu cütlükdə güclü qalib Real Madrid oldu. Yenidən Real Madrid azarkeşlərini səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, finalda sizinlə qarşılaşarıq və finala qədər sizi gözləyirəm. Ümid edirəm biz də finala qədər irəliləyərik. Bu qədər. Yəni oyun haqqında danışmaq istəmirəm. Çünki mən bugünkü əsas mövzunu kökləmişəm Barselonaya. Barselonanın oyunu haqqında danışmaq istəyirəm. Barselonanın oyunçuları haqqında danışmaq istəyirəm. Çünki danışılası çox şeylər var. Danışılası çoxlu pozitiv mövzular var. Pozitiv məqamlar var Barselonanın oyununda. Və ona görə gücü Barselonaya verəcəm. İnşallah ki, növbəti çıxışlarımızda Real Madrid əgər yaxşı futbol oynasa, Real Madrid haqqında da nəsə danışaram. Amma məndən incimin, son oyunlarda mən Real Madriddən yaxşı futbol görmədim. Reallı dostlar inciməsin məndən, mən olanı deyəcəm. Yəni son turlar Real Madrid normal futbol oynamır. Son oyunlarda mən Real Madriddən normal futbol görmürəm. Elə özü dünənki Atletico Madriddən oyun Real Madrid bir o qədər də yaxşı oynamadı. Yəni Atletico Madrid daha yaxşı oynamışdı, amma nəticə olaraq Real Madrid istədiyinə nail oldu. Yenidən sizi təbrik edirəm Madridistalar. Okay, keçirik Barselonaya. Bildiyiniz kimi bu həftə sonu Barselona La Liqanın 27-ci turu çərçivəsində öz evində Osasuna'nı qəbul etməli idi və oyuna hazırlanmışdıq, oyuna köklənmişdik və hər şey artıq oyuna doğru gedirdi ki, birdən-birə çox pis bir xəbər aldıq. Çox necə deyim, keyfimizi, halımızı pozan bir xəbər aldıq. Oyuna bir neçə saat qalmış komandanın baş həkimlərindən olan Carles Minero qəfil dünyasını dəyişdi. İlk öncə ona Allahdan rəhmət diləyirik, məkanı cənnət olsun. İkinci növbədə isə bəli, bu komanda üçün çox olaraq psixoloji bir sarsıltı oldu. Yəni oyuna bir neçə saat qalmış belə bir xəbər almaq və oyunun ləğv olunması doğrudan düzgün qərar idi. Belə bir xəbərdən sonra, belə bir hadisədən sonra, komandanın üzvünün vəfatından sonra oyuna çıxmaq düzgün olmazdı və belə bir şey deyim, oyun təxirə salındı və oyunun oynanılması ya mart ayının sonlarına, ya da ki may ayının sonlarına
keçiriləcək. 2 aydan birində olacaq. Məncə maya keçirəcəklər. Mayın sonlarında oynanılacaq bu oyun. Bir o qədər də Barsa üçün önəmli bir oyun deyildi və bu oyunun təxirə salınmasının bir müsbət cəhəti oldu komanda üçün. Nə qədər də belə ritorik çıxsa da, sırf olaraq komanda Benfica ilə oyundan öncə istirahət elədi və Benficaya qarşı tam olaraq 100%lıq kondisiya ilə oyuna yaxınlaşdı. Bu cəhətdən bəli, komanda üçün çox yaxşı deməyim, əslində belə bir xəbərdən yaxşı bir şey demək olmaz. Sadəcə olaraq bir pozitiv olaraq, xırda bir pozitiv bir parça olaraq özümüzə qeydə ala bilərik. La Liqanın 27-ci turu çərçivəsində digər rəqiblərimiz də oynadı. Atletico Madrid səfərdə Xetafeyə qarşı oynadı. Real Madrid öz evində Rayo Vallecano'nu qəbul elədi. Hər iki komanda həm Barselona, həm Real Madrid bu dəqiqə əsas favoritdir La Liqada və onların xal itirməsi doğrudan da artıq çempionluq yarışında ikisindən birini uzaqlaşdıra bilər. Atletico demək olar uzaqlaşdı, çünki Xetafeyə qarşı məğlub olmaq Atletico'nu demək olar 2 addım dala saldı. Bu başqa məsələ. Real Madrid öz evində asanlıqla olmasa belə Rayo Vallecano'nu üstələdi. Mən bayaq da dedim, Real azarkeşlər inciməsin məndən. Yəni mən Realda hal-hazırda normal oyun görmürəm. Yəni futbol görmürəm Realda mən. Bəli, nəticə var, amma futbol yoxdur hal-hazırda. Bu tam başqa başqa şeylərdir. Rayo Vallecano'ya qarşı demək olar tək Vinicius oynadı. Oyunun taleyi Vinicius həll elədi. Çox möhtəşəm oynadı Vinicius. Amma Atletico Madridlə oyunda bir o qədər də yaxşı oynamadı. Demək olar bərbad oynadı. Yəni mənim dostlarım var, Nassada işləyirlər. Mənə zəng edib dedilər ki, qardaş Vinicius'un topu bu gəlib çatıb aya, onu necə göndərə bilərik sizə? Mən də deyirəm, nəyəm qardaşım, birtər oradan vurun bəlkə obratını qaydar da. Amma yəni doğrudan da biabırçı penalti epizodu idi. O haqqda nə bilim danışmaq istəmirəm. Nəysə, topu göndəriblər, gələcək yaxın günlərdə. Okay. Hal-hazırda Barsa bir oyun az keçirməklə, bir oyun az oynamaqla yenə də liderdir çempionatda. Realla xallarımız bərabərdir və çempionat La Liqada bərabər olaraq xallarımız bərabər olsa bir oyun az keçirmişik və birinci yerdə gedirik. Və La Liqada Barsa La Liqanın 28-ci turu çərçivəsində bu həftə sonu Atletico Madrid ilə qarşılaşacaq səfərdə. Və dostlar, nəzərə alsaq ki, Atletico Madridin əsas oyunçularından biri olan Depay zədələndi dünənki oyunda və komanda 120 dəqiqə dayanmadan dala qabağa qaçdı və demək olar çox pis cəhətdən yəni yoruldu. Atletico yəni mən təsəvvür edirəm oyunçular nə vəziyyətdə idi. Mən bu oyunda Atletico'nun şansını görmürəm. Və Barsa bu oyunda Atletico Madridə qarşı derbi dedim, üzr istəyirəm. Bu oyunda, yəni derbi deməyək, yəni bu mərkəzi oyunda belə deyək. Mərkəzi oyunda maksimum dərəcədə bundan yararlanmalıdır. Maksimum dərəcədə, yəni bu zəifləmiş Atletico'dan, fiziki olaraq zəifləmiş Atletico'dan xal almağı bacarmalıdır. Yəni 3 xalla qayıtmalıdır. Çünki çempionluq uğrunda ən vacib oyunlardan biridir bu oyun. Bu oyunda xal itirmək olmaz. Mütləq şəkildə Barselona qələbə qazanmalıdır. Mütləq şəkildə. Flick bundan istifadə eləməlidir. Yəni Atletico Madrid bizdən gec oynadı, bizdən az dincələcək və biz bundan istifadə eləməliyik dostlar. Bu qədər sadə. Real Madrid isə həftə sonunda Villarreal-la qarşılaşacaq səfərdə və biz bilirik ki, Villarreal son illərdə Real Madridə qarşı çox yaxşı mübarizə aparır, öz evində ən azından. Və mən düzün desəm Real Madridi də burada bir o qədər də favorit görmürəm. Nəzərə alsaq ki, Real Madrid də dünən 120 dəqiqə futbol oynadı oyunçuları və deyəsən Asensio da zədələndi. Asensio 90-cı dəqiqə idi, 80-cı dəqiqə idi. Demək olar 30 dəqiqə, 40 dəqiqə adam zədəli oynadı. Yəni zədəli halda oynadı. Və məncə Real Madrid də çox yorulub və Real Madrid bu oyunda rotasiyalar eləyəcək və Villarreal bundan istifadə eləyə bilər. Amma görək nələr baş verəcək. Maraqlı oyunlar gözləyir bizi və keçirik bizim göz muncuğumuza, əsas məsələmizə. Əsas məsələ nədir? Barselona'nın Çempionlar Liqasında Benfica'ya qarşı cavab qarşılaşması, cavab oyunu. Bilmirəm, Otamendi oyundan əvvəl yox, turdan əvvəl Almaniyaya biletləri hardan almışdı? Bilmirəm, indi ona qaytara bildi dala yoxsa yox, amma məncə qaytara bilməyib.
İndi bilənlər bilir, bilməyənlər üçün də bildirmək istəyirəm ki, Otamendi, Benfica klubunun kapitanı bildirmişdi ki, Barselona artıq növbəti mərhələ haqqında unuda bilər və biz artıq növbəti rəqibimizə hazırlaşırıq və artıq biletlərimizi almışıq. Bilmirəm necə bilet alıb, hələ bilinmirdi. Fransaya bilet alacaq, yoxsa Almaniyaya bilet alacaq. Amma nəysə dedi, almışam, okey. Əlində qaldı. Türkün məsəli. Nəysə. Benfica'ya qarşı oyun. Komanda super. Komanda möhtəşəm. Mən bütün 11 oyunçunu, əsas heyətin oyunçularının, necə deyim, hamısına ayrı-ayrılıqda təşəkkür edirəm. Bir dənə Lewandowski'dən başqa. Bir dənə Lewandowski'dən başqa. Qalan 10 nəfərə təşəkkür edirəm. Deyəcəksən ki, niyə Lewandowski'ni demirsən? Vaxtı yetişib də dostlar. Yəni o deyildi artıq. Yəni özünüz məndən yaxşı görürsüz hər halda. Yəni bunu mən görürəmsə, məncə siz də görürsüz. Vaxtı yetişib də. Mən özümə söz vermişəm və sizə də söz vermişəm ki, mən Lewandowski'ni tənqid etməyəcəm. Çünki Lewandowski bu yaşında, bu vəziyyətdə Ərəbistanda deyil, La Ligada oynayır, Çempionlar Liqasında top klubda oynayır və Çempionlar Liqası Avropanın ən vacib 3 tituluna namizəddir hal-hazırda və buna görə mən onu qınamayacağam və komandada bu mövsüm 30 plus gol 30-dan çox gol plus eləyib, gol plus assist eləyib. Yəni bu nəticələr nəzərə alsaq mən onu qınaya bilmərəm. Amma özümüz də görürük ki, Lewandowski o deyil də. Brat konkret o deyil. İnciməyin məndən. İndi Lewandowski'ni sevənlər var, Lewandowski'nin fanatı olanlar var. Mən də Lewandowski'nin fanatı deməyim ki, fanatıyam, amma yəni sevənlərindən biriyəm. Ən azından komandamızda oynayır və onun gördüyü karyerasına heyranam. Sadəcə olaraq super. Başqa sözüm yoxdur mənim. Amma hal-hazırda o deyil. Bu dəqiqə Barselonada Lewandowski'nin yerinə hansısa digər top səviyyəli bir hücumçu olsa, tutaq elə Alvarez'in özü olsun, Gyökeres'in özü olsun, Alex Isak'ın özü olsun, olsalar, inanın Barsa daha da güclü olar. Barsa daha aktiv oynayar, daha sürətli futbol oynayar. Lewandowski Benfica ilə oyunda açıq-aşkar 2 dənə real gol şansı məhv elədi. 2 real gol şansı məhv elədi. Adam elə bil bir orada epizodu oldu. Topu düz tribünün üzünə vurdu adam. Düz tribünün üzünə vurdu. 2 metr arasında məsafə var. Elə bil ki, məqsədi gol vurmaq deyildi, tribünü zədələmək idi. Yəni məqsəd elə bil bu idi. O da alınmadı. Tribün tez reaksiya verdi, topu qoymadı üzünə dəysin. Yəni Lewandowski'nin artıq vaxtı yetişib və Lewandowski avtomatik olaraq Lewandowski ilə müqavilə imzalanıb, müqavilə uzadılıb, 1 illik uzadılıb. Çünki müqaviləsində onun qeyd olunmuşdu ki, Lewandowski əgər bu mövsüm oyunların 50%-dən çoxunda iştirak eləsə, avtomatik olaraq müqaviləsi 1 illik uzanır və avtomatik olaraq müqaviləsi uzandı adamın. 2027-ci ilə qədər bizdə qalmalıdır. Mən burada indi komandaya bir söz demirəm. Bəli, belə bir şərtləri olub, okey. Amma Lewandowski özü başa düşməlidir ki, qardaş, artıq yəni yüksək səviyyədə oynamağa layiq deyil və bacarmır bu dəqiqə. Bəli, bu dəqiqə onu qoyaq Fənərbağçaya, bəlkə Fənərbağçada 50 gol vurar. Bu dəqiqə aparaq onu, nə bilim, Hollandiya çempionatına, nə bilim, Ərəbistana aparaq, bəlkə orada partlayış eləyər. Bu başqa məsələ. Amma bu dəqiqə Barsada yəni bir o qədər də yəni yaxşı oynamır. Ümumən komanda, yenidən komandanın oyuna qayıtmaq istəyirəm. Komanda o qədər yaxşı oynadı ki, komandada bəzi oyunçular o qədər yaxşı oynadı ki, yəni o qədər böyük bir performans göstərdilər ki, digər yaxşı oynayan oyunçular onların yanında zəif görsəndi. Çox qəribə bir hal yaranmışdı oyunda. Misal üçün Alex Balde, Pedri, Rafinha, Lewandowski. Yəni elə bir səviyyədə oynadılar ki, yəni bu 4 oyunçu elə bir prime oyun nümayiş etdirdilər ki, digər oyunçular onların yanında sadəcə olaraq bərbad futbol oynayan oyunçular kimi görsənirdi. Amma halbuki onlar da yaxşı oynayırdı. Olmon özü olsun, bəli gol assist eləmir, amma komandaya çox xeyir verir. Yəni oyunu idarə eləyirdi, topla gözəl rəftar eləyirdi. Ümumiyyətlə De Jong olsun, De Jong möhtəşəm artırıb. De Jongda hal-hazırda hər şey superdir. Formasına qayıdır De Jong, şükür Allaha. Bir dənə De Jong maaş söhbətini də komanda ilə həll eləyə bilsə, sadəcə olaraq möhtəşəm olacaq dostlar. Mən De Jongun getməyini istəmirəm. Bəziləri elə bilirdilər ki, Fuad deyirdi De Jong getsin. Bəli, mən De Jongun getməyini ona görə istəyirdim ki, bu dəqiqə komandaya xeyri yox idi və buna görə əlavə olaraq 35 milyon əmək haqqı alırdı ilə.
Əmək haqqını azalt, komandaya xeyir ver. Mən deyim, əlasan, qal. Bundan başqa nə istəyə bilərik? Möhtəşəm oynadı De Jong. Təşəkkürümü bildirirəm. Komanda ümumən yaxşı oynadı. Araujo'su olsun, Szczesnisi olsun, Inigo Martinez, Kunde, Lewandowski özü də yaxşı oynadı. Sadəcə olaraq o birislərə baxanda çox pis oynadı. Ayrıca olaraq Lamin Yamaldan danışaram, Yamalın qolundan danışarıq. Yəni bu adam 17 yaşında sadəcə olaraq dəhşət bir səviyyədədir. Dəhşət bir səviyyədədir. Yəni bu adam doğrudan da fərq yaradır. Hal-hazırda doğrudan da fərq yaradır. Onu Arda Gülərlə müqayisə edirlər. Nə bilim digər onun yaşlı futbolçularla müqayisə edirlər. Sadəcə olaraq gülməlidir. Yəni sadəcə olaraq Lamin Yamal üçün təhqirdir bu. Zəhmət olmasa Lamin Yamalı təhqir eləməyin belə müqayisələrlə, xahiş edirəm sizdən. Və zəhmət olmasa paxıllıqlarınızı göstərməyin bizə. Yəni içinizdə qısqanın da bəzən. Yəni bəzilərini görürəm ki, çox paxıllıq çəkirlər Lamin Yamala, onu əməyin, onun gördüyü işləri kiçiltmək istəyirlər. Bu Pedriyə də aiddir. Bilmirəm, mən Pedrinin adını çəkəndə bəzi klubun azarkeşləri elə bil başlarına qaynar su tökürlər ki, Pedri kim deyə deyirlər. Kimdir Pedri? Nə oynayır ki Pedri? Pedri futbol oynayır. Yəni futbol oynamağını görmək istəyirsənsə gir YouTube-a, bir dənə Pedri yaz, özün görəcəksən nədir. Yəni bu dəqiqə dünyanın ən böyük ekspertləri, futbol ekspertləri qayıdıb deyir ki, Pedri kimi yarım müdafiəçi yoxdur hal-hazırda. Mən tam razıyam. Tam da razıyam. Bu dəqiqə Pedri'nin gördüyü işi heç bir yarım müdafiəçi görə bilmir meydanda. İstənilən komandada olsun. Liverpool olsun, Real Madrid olsun, Inter olsun, Bavariyası olsun, Arsenal olsun, fərq eləmir. Bu dəqiqə Pedri kimi ikinci yarım müdafiəçi yoxdur. Pedri bizim ağ kişmişimizdir. Biz onu qorumalıyıq. Ağ kişmişimdir. Mən onun ləqəb qoymuşam. Ağ kişmiş. Buradan risk olaraq keçirəm qara kişmişimizə. Bizim qara kişmişimiz də Alex Balde'dir. Möhtəşəmdir Alex Balde. Son oyunlarda, yəni son 1-2 oyun yox ha. Son neçə aylarda artıq Balde günü-gündən inkişaf edir. Oyundan inkişaf edir. Balde artıq doğrudan da təcrübəli bir müdafiəçiyə bənzəyir. Uşağa bənzəmir. Balde sadəcə olaraq karyerasının ən gözəl oyununu keçirtdi Benfica'ya qarşı. Möhtəşəmsən Balde. Doğrudan da möhtəşəmsən. Yəni bu başa sala bilmirəm. Yəni sözləri arda-arda qoya bilmirəm ki, izah edeyim ki, yəni Balde necə gözəl oynadı. Müdafiədən topu götürür, tək başına 60 metrə qaçır, assist eləyir. Müdafiədə ideal oynayır. Qoymur rəqibləri onu keçsin. Fiziki mübarizələrdən qaçmır. Hər bir ötürmələrə, rəqibin ötürməsinə çatdırır, oyunçunun qarşısını kəsir. Hücuma daha kəsərli olur. Yəni möhtəşəmdir Balde. Yəni Balde biraz da artırsa, azca da artırsa dəhşət bir şey alına bilər bu komandadan. Dəhşət bir səviyyə ola bilər. Rafinha bu dəqiqə mənim üçün qızıl topa artıq bir nömrəli namizəddir. PSG və Liverpool oyunundan sonra bildi ki, artıq Salah bu il artıq Çempionlar Liqasında olmayacaq və doğrudan da Liverpool məni pis mənada təəccübləndirdi. Mən Liverpoola güvənirdim ki, PSG-yə qarşı nəsə eləyəcəklər, amma heç nə eləyə bilmədilər və Salah avtomatik olaraq qızıl top uğrunda mübarizədə bir iki pillə düşdü aşağı. İndi bu günə kimi birinci yerdə namizəd olaraq birinci yerdə idisə, indi artıq üçüncü yerdədir mənə görə. Birinci yerdə Rafinhadır, ikinci yerdə mənə görə Mbappe'dir, sırf olaraq yaxşı hal-hazırda dönəmlərini yaşayır. Üçüncü yerdə Lamin Yamaldır. Üzr istəyirəm, Məhəmməd Salahdır. Dördüncü yerdə Lamin Yamaldır. Amma indi artıq Lamin Yamal da qorxuram ki, gəlib onu keçə. Bəsdə mən Salahın qızıl top almağına pis olmazdım. Doğrudan da layiq idi Salah. Amma bu mövsüm yəni PSG ilə oyunda bərbad nəticə göstərdi Liverpool. Ümumiyyətlə Barcelona haqqında danışmaq istəyirəm. Bildiyiniz kimi 2025-ci ildə belə bir kiçik məlumat vermək istəyirəm dostlar sizə. 2025-ci ildə Barcelona ümumən 17 oyun keçirib. Çempionlar Liqası, Kubok, La Liga və bunun 14 oyununda qalib gəlib. 17 oyun 14-ünə qalib gəlib, üçündə isə bərabərliklə bitib oyunlar. Ümumən bu 17 oyunda Barcelona 56 gol vurub, 17 gol buraxıb. Və bu il möhtəşəm nəticələr görürük biz. Sırf bu il. Sözüm yoxdur, yaxşı mənada sözüm yoxdur. Flick möhtəşəm işlər görür yenə də. Bilmirəm nələr deyim. No comment. Deyiləsi çox şey var əslində. Amma söz də oradan da çatdıra bilmirəm. Və Szczesny, yenə də Szczesny'dən danışacağam.
Adam soyuqqanlılığı ilə günü-gündən komandaya adaptasiya olur və daha gözəl oyun nümayiş elətdirir. Və bu oyunda Barselonanın Benfica ilə oyununda Barsa oyuna çox gözəl başlamışdı və gol vurandan sonra erkən gol vurdu və erkən gol buraxdı. Benfica biraz özünə inandı və komanda Lamine Yamal səhnəyə çıxdı. Lamine Yamalın üstün cəhəti odur ki, Lamine Yamal oyunu öz üzərinə götürə bilir. Və bu yox idi Barsada. Messidən sonra bu yox idi dostlar. Messinin yoxluğundan sonra bu yox idi. Bizdə komandada yeganə oyunçu Messi idi ki, oyunu öz üzərinə götürə bilirdi. Hər bir oyunun taleyini dəyişə bilərdi öz tək başına. Belə bir oyunçumuz yox idi Messidən sonra. Axır ki, belə bir oyunçumuz peyda oldu. Bu da Lamine Yamaldır. Doğrudan da o səviyyədədir ki, adam tək başına oyunu istədiyi məcrada dəyişə bilər. İstədiyi hər şey eləyə bilər. Və bu oyunda da onu sübut elədi. Və burada dostlar Messi haqqında danışmaq istəyirəm. Bizə Instagramda, TikTokda, ümumiyyətlə canlı yayımlarda çoxlu suallar gəlir ki, Fuad, Messi haqqında nə düşünürsən? Şayələr yayılıb ki, Messi Barselonaya qayıtmaq istəyir. Barsa Messi ilə maraqlanır, yenidən Messinin qayıdışı ola bilər. Bu haqqda fikrin nədir? Dostlar, inanın Allaha belə bir şey deyim sizə. Bəlkə də siz Barsanı nə qədər sevirsinizsə, mən o sizin sevdiyinizdən bəlkə bir 10 qat çox sevirəm və Messini mən komandanın əfsanəsi olaraq görürəm. Və Messi ilə biz çox pis şəkildə sağollaşdıq məcburən. Əlbəttə ki, hamı öz komandasında Messi kimi əfsanəni görmək istəyər. Burada pis bir şey yoxdur. Amma bu dəqiqə Messi Barselonaya lazım deyil. Gəlin biraz ağılla fikirləşək, biraz gəlin soyuq beyinlə fikirləşək. Komanda Messidən sonra, Messisizlikdən sonra çox pis vəziyyətlərə düşdü. Komandada nəsil dəyişmə prosesi baş verdi və artıq yeni bir nəsil gəldi və bu nəsil doğrudan da uğurlu olmağa doğru gedir və bu komanda doğrudan da böyüməyə başlayır. 2-3 il əvvəl biz Avroliqada futbol oynayırdıq dostlar. Yadınızda salın bunu. Avroliqaya düşürdük. 2 il dalbadal biz Avroliqaya düşdük dostlar. Bu biabırçılıq idi. Amma hal-hazırda biz Çempionlar Liqasında favorit göstərilirik. Ya bunun birinci səbəbi, yəni necə deyim, qurucusu komandanın prezidentidir. İkincisi isə hal-hazırki məşqçi Xavi və Flikin əl işi var. Xavinin də burada əl işi var, bəli. Və hal-hazırda Flik bunu davam elətdirir. Və bu dəqiqə komandaya Messinin gəlməyi xeyirdən çox ziyan olacaq. Mən bunu açıq şəkildə sizə deyirəm. Çünki Barselona, Flikin Barselonası elə bir komandadır ki, burada lider bir adamdır. Flik deyir ki, buranın lideri mənəm. Mənəm burada boss, mənəm burada şef və mənim dediyim olacaq. Messi ilə Flikin, necə deyim, uyumu mu deyim, türklərin sözü olmasın, anlaşması mı deyim, qeyri-mümkündür. Alman disiplini və Messinin meydanda o peşkom gəzməsi heç üst-üstə düşmür. Heç üst-üstə düşmür. Flik bunu qəbul eləməz. Yəni Flikin komandası 90 dəqiqə dayanmadan qaçır o yana, bu yana, o yana, bu yana, irəliləş, ora, dala, qabağa, orta, pressing, nə bilim, offside taktikası. Messi bu dəqiqəki Barsaya uyğun deyil və bu dəqiqə Messi Barsaya gəlsə xeyrindən çox ziyanı olacaq. Komandada artıq ayrı seçkilik olacaq. Lamine Yamal ikinci plana düşəcək. Rafinha ikinci plana düşəcək. Pedri artıq elə də önəmli olmayacaq və oyun strukturu 180 dərəcə dəyişiləcək. Və bu Barsaya yaxşı mənada təsir göstərməyəcək dostlar. Ona görə Messinin gəlməyə bu dəqiqə Barsaya lazım deyil. Və əsas məsələ qeyd etmək istəyirəm. Barselona Çempionlar Liqasında 4-1 final mərhələsinə yüksəldi. Bununla da mən Barselona azarkeşlərini səmimi qəlbdən təbrik edirəm. Hamımızı təbrik edirəm və ümid edirəm ki, biz finala qədər irəliləyəcəyik. 4-1-də isə bizim rəqibimiz qrup mərhələsində, yəni liqa mərhələsində qarşılaşdığımız Borussia Dortmund olacaq. Dostlar, bəzi azarkeşlər yazır ki, sən Dortmunda çox güclü görürsən, Dortmund biz keçməliyik, nədir? Xeyr dostlar, belə asan olmayacaq. Heç də asan olmayacaq. Dortmund çətin komandadır, çətin rəqibdir və bizə yetərincə problemlər yaşada bilər. Və nəzərə alsaq ki, birinci oyun İspaniyada olacaq. Bu biraz bizim üçün yaxşı olmadı. Bildiyiniz kimi, ev səfər oyunlarında birinci oyun səfərdə, ikinci oyun isə evdə olanda daha yaxşı olur. Çünki səfərdə bilirsən hansı nəticə ilə gəlirsən və öz evində o nəticəyə uyğun oyun futbol nümayiş etdirirsən. Burada isə tərsinə olacaq. Və mənə görə Barsa Borussia Dortmundla birinci oyunda minimum 3 top fərqi ilə qalib gəlməlidir ki, Almaniyaya rahat getsin.
Bu dəqiqə bu qədər sadə. Bu qədər sadə. Yəni gözəl nəticə ilə getmək lazımdır ki, Almaniyaya rahat orada futbol oynayaq. Çünki bəli, çətin olacaq və bizə maksimum dərəcədə ev oyunundan istifadə eləməliyik. Belə. Bu qədər dostlar. Məndən bu qədər. Çalışdığım qədər bu həftə olan maraqlı hadisələri sizə danışdım. Öz fikirlərimi bildirdim. Siz də öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Suallarınızı verə bilərsiniz. Məmnuniyyətlə cavablayacağam. Sizdən isə bir dənə xahişim var. Kanala abunə olun. O zınqırovdu nədir? Onu da basın ki, nəsə paylaşanda eləyəndə sizə də xəbər gəlsin ki, Fıdı nəsə paylaşdı. Belə, hamınıza təşəkkür edirəm. Hamınızı öpürəm. Visca Barsa, Visca Kataloniya.